Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən 15 nəfərin məhkəmə prosesinin növbəti baxış iclasında təqsirləndirilən Arkadi Qukasyan dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandıran zaman 1988-1993-cü illərdə Ermənistan tərəfindən vaxtilə işğal edilmiş Azərbaycan ərazilərində törədilən hadisələri qəhrəmanlıq deyil, faciə olduğunu deyib. Daha sonra iclasda cinayət işinin Azərbaycanın Xocalı şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması və Azərbaycanlılara qarşı törədilmiş soyqırımı üzrə toplanmış sübutların tədqiqinə başlanılıb. Xocalı soyqırımına dair rayonda Azərbaycanlılara qarşı törədilmiş çoxsaylı cinayət hadisələri, həmçinin Xocalının Meşəli kəndinə basqın edilməsi, kənd sakinlərinin qətlə yetirilməsi, evlərin, mağazaların, avtomobillərin, mal-qaranın talan edilib yandırılması üzrə toplanmış sənədlərin, sübutların, fotomaterialların bir hissəsi təqdim olunub.